Məhsul bol, qiymət ucuz. Bazarlarda ərik bolluğu var. Hazırda ən çox satılan meyvələr arasında ərik ilk sıralardadır. Qiyməti 50 qəpikdən 3 manata qədər dəyişir. Əsas düşmən səbəbi bolluqdur. Bir il ərik yaxşı məhsul verir. Əsas Tərtər, Geranboy, Bərdə, bir də Naxçıvan. Bu Şəmkir yerləri ucuzdur. Məsəl üçün 1.50-yədir Şəmkirdə. Naxçıvan uzaqdan gəlir deyil, 2 manat, 1.80 belə arası. Hər qiymətə var. Mən alırıq 1.50-yə, 2-yə satırıq. Elə olur ki, 1.20-yə alırıq, 1.50-yə veririk, satırıq. Bir bolluqdur ona görə. Meyvə bolluq. Əriklər Geranboydan gəlir, ucuz olmanın səbəbini bilmirim. Yəqin çoxdur ki, ucuzdur. Bildir yox idi, amma bir il ucuzdur. Bir ili bişinə bahadır. Kilas bahadır. 1 manatdan başlayır, 3 manata. Ondan yuxarı ərik yoxdur. Ağ ərik, onlar 3 manatdır, 2.80-dir. Bölgə bazarlarında da analoji hal müşahidə olunur. Məsələn, Tovuzda əriyin 1 kiloqramı 1-3 manat aralığındadır. Keçənki illərə nisbəti çox boldur, həddindən artıq boldur. Bizdə hamısı yerli ərikdir. Bizim o Külqırağı kənd var, Girzan kəndi, oranın əriyi. Əriyin satışı 1 manat 50 qəpik. Kilo satışı 1 manat 50 qəpik, parakəndə satış. Alışımız da 1 manat 30 qəpik, 1 manat 20 qəpik. Əriyimiz hər qiymata var. 1 manata da alırıq, 80 qəpiyə də alırıq, 1.50-yə də alırıq. Alış qiymətimiz 1.50-yə aldığımızı 2 manata satırıq, 1.80-ə satırıq. 80 qəpiyə aldığımızı 1.20-yə satırıq, 1 manata satırıq. Əvvəllər biraz baha idi, 2 manat, 3 manat idi. İndi biraz qiymət fərq eləyib, düşüb. Ərik almağa gəlmişdik, qiymətlər normaldır. 1.80-ə deyirdi, biri 40-a, 1.50-yə belə almaq olur. Yaxşı ərikdir, özü də keyfiyyətli ərik. Şəkidə də qiymətlər eynidir. Əvvəllərə baxanda qiyməti səhvlidir, qiymət aşağı düşür. Əvvəllər 4-ə, 3-ə, 5-ə idi, indi 1 manatdan 3 manata kimi, 1-ə, 1.50-yə, 2-yə, lap superi 3 manat. Əvvəllər qiymətlər çox baha idi. Hal-hazırda 2 manat 50 qəpiyə ən yaxşı əriyi almaq mümkündür. Əladır, dadı da super. Satıcılar deyir ki, hazırda bazarlarda mövsümi meyvələrdən ən bahalısı gilasdır. Qiyməti 4-12 manat arası dəyişir. Turqan Əliyev, Rəhman Həkimzadə, Cümşüd Məmmədov, Əli Cəfərov, Xəbər ertəsi.